Salam əziz şagirdlər, bugün Riyaziyyat 6-cı sinif 2-ci hissə dərslikdən səhifə 122-də olan tapşırıqların izahını verəcəm. Səhifə 122-də tapşırıq 40 ilə başlayırıq. Məsələni oxuyaq. Ekskursiyaya gedən 18 turistin, deməli, cəmi 18 turist var. Hər biri alman və ya ingilis dilini öyrənir. Bunlardan hər iki dili bilənlərin sayı, deməli, Eyler-Venn diaqramı çəkirəm. Bura olsun alman. Bir dənə də diaqram çəkirəm. Burada olsun ingilis. Hər iki dili bilənlərin sayı, baxın, hər iki dili bilənlərin sayını biz bilmirik. Hər iki dili bilənlərin sayı buradır. Bura, yəni kəsişmə hər iki dili bilənlərin sayıdır. Buradan da qeyd edirəm. Hər iki dili bilənlər. Yalnız Almanca bilənlərdən 2 nəfər çoxdur. Burada, baxın, bu hissə yalnız Alman dilini bilənlərdir. Əgər mən yalnız Alman dili bilənlərin sayını bilmirəmsə, bura X yazsam, hər iki dili bilənlər bundan 2 nəfər çoxdursa, burada yazmalıyam X üstəgəl 2. Sonra deyir, yalnız ingiliscə bilənlərdən isə 2 dəfə azdır. Deməli, bu X üstəgəl 2, yəni hər iki dili bilənlərin sayı, ingiliscə bilənlərdən 2 dəfə azdır. Demək ki, ingilis dilini bilənlər də hər iki dili bilənlərdən 2 dəfə çoxdur. Bu, yalnız ingilis dili bilənlərdən 2 dəfə azdırsa, deməli, ingilis dili bundan 2 dəfə çoxdur. Deməli, bunu 2-yə vursam, olacaq yalnız ingilis dilini bilənlər. Bunların üçü də bir yerdə 18 nəfərdir də, 18 turistdir. Bu ümumilikdə 18 turist var burada. Onda bunları toplayırıq. X üstəgəl 2 üstəgəl 2 vurulsun X üstəgəl 2. Bərabər olmalıdır 18-ə. Sadələşdirək. X ilə X-i toplayıram. 2X üstəgəl 2 üstəgəl. 2-ni vururam mörtəzəyə. 2 üstəgəl 4 bərabərdir 18. 2x ilə 2x'i toplayıram. 4x üstəgəl 2 ilə də 4'ü toplayıram. 6 bərabərdir 18'ə. Buradan 4x bərabərdir 18'dən 6 çıxıram. 12. X bərabərdir 3'ə. Biz x'i tapdıq. Yalnız ingilis dili bilənlərin sayını tapmamızı istəyir. Yalnız ingilis dili bilənlərin sayı buradadır. Baxın, budur. 2 vurulsun x üstəgəl 2. X'i qoyuruq yerinə, 2 vurulsun, x üstəgəl 2 ifadəsində x-in yerinə 3 qoyacağım. Olacaq 2 vurulsun 5, yəni 10. Doğru cavabımız olacaq 10. Tapşırıq 41. Birinci çəndə 1 ton, buradan qeyd edin. Deməli, birinci çəndə 1 ton, İkinci çəndə 1,2 ton su var. Çəlləkləri eyni vaxtda boşaltmağa başladılar. Hər saatda birinci çəndən 60 litr, hər 1 saatda 60 litr. İkinci çəndən 100 litr su boşaldılır. Neçə saatdan sonra çəndə eyni miqdarda su qalacaq? Deməli, 1 tonu əvvəlcə litrə çevirək. 1 ton bərabərdir 1 litr. Onda 1,2 tonu tapmaq üçün 1,2-ni vuracam 1000'ə. Edəcək 1200 litr. İndi, axı biz bilmirik, burada bizə də sual verir ki, neçə saatdan sonra? Saatı bilmirik. Baxın, 1 saata 60 vurulsun 1, 60 litr su boşaldılır. 2 saata 60 vurulsun 2. 3 saat desə 60 vurulsun 3 deyəcəksiniz. Düzdür? İndi burada bilmirik də, hansısa bir saatda, baxın, bu birinci çəndən 1000'dən çıxacaqsınız 60 vurulsun x-i. X saatda, bilmirik neçə saat. Həmçinin digər ikinci çəndə də 1200'dür. Oradan da çıxacaqsınız 100 x-i. Çünki burada da x saat. Eyni bir saatda, bilmirik o hansı saatda. 100'ü vuracağıq x-a da. Yəni x saatda, burada da x saatda. Həm 1000'dən 60x çıxanda, həm də 1200'dən 100x çıxanda miqdar bərabər olur. Deməli, 1000'i
Mini keçirək digər tərəfə. Mənfi 60x qalır sol tərəfdə. Mənfi 100-ü bura gətirirəm. Müsbət 100x bərabərdir. Çıxılsın 1000. 40x bərabərdir 200. X də bərabərdir 5-ə. Deməli, bizim cavabımız olacaq 5. 5 saatdan sonra çənlərdə eyni miqdarda su qalacaq. Keçirik 42-ci məsələyə. Yarışda iştirak edən şagirdlərin 0,4 hissəsi oğlanlardır. Qızlardan 10 nəfər yarışı tərk etdikdən sonra oğlanlar qalan şagirdlərin 0,5 hissəsini təşkil etdi. Əvvəla biz şagirdlərin sayını bilmirik. Şagirdlərin sayına x deyək. Oğlanlar 10,4 hissəsidirsə, yəni 10,4x-dir. 10,4x-dir. 10,4'ü oğlanlardırsa, təbii ki 10,6'sı qızlar olacaq. Ümumi 10 hissə deyirsə. Yenə də biz göstərək qızlar üçün də, deməli ümumi şagirdlərdən oğlanların sayını çıxırıq. Bunda x-in məxrəcinə 1 qoyuram. Ortaq məxrəc 10'a gətirirəm. Yəni buranı 10'a vuracam. Olacaq 10'da 10x çıxılsın 4x. O da bizə verəcək 10'da 6x. Bərabərdir 10'da 6x. İndi bizə deyir ki, qızlardan 10 nəfər yarışı tək etdikdən sonra, baxın, qızların sayı 10'da 6x-dir. Əgər 10 nəfər yarışı tərk edirsə, 10 nəfər çıxıram. Tərk etdikdən sonra oğlanlar qalan şagirdlərin 0,5 hissəsini təşkil etdi. Əgər qızlardan 10 nəfər yarışı tərk edirsə, qızlardan 10'da 6x-dan 10 çıxıram. Oğlanların sayı eyni qalır. Yəni 10'da 4x qalır. Ümumi hal-hazırda yarışda qalan şagird sayı budur. Yəni əslində qızlardan 10 nəfər yarışdan gedirsə, qalan şagird elə x çıxılsın 10'dur. Yəni biz bunları toplasaq yenə x alacağıq da. Yəni ümumi şagird sayından sadəcə 10 çıxmalıyıq. Çünki 10 qız gedir, ümumi x çıxan şagird qalır. Yenə də biz göstərdik ki, qızlar 10'da 6x idi. Buradan 10 nəfər çıxdı. Qızlardan qalan budur. Oğlanlar da eyni qalıbdı. Hal-hazırda bu qədər şagird qalıbdı. Yəni bir daha deyirəm, bu ikisi onsuz da ümumi şagird sayıdır. Toplayanda yenə sizə x verəcək. Yəni x çıx 10 hal-hazırda qalan şagirddir. Qalan. İndi deyir ki, oğlanlar qalan şagirdlərin 0,5 hissəsini təşkil edir. Qalan şagird x çıx 10'dur. X çıx 10'un 0,5 hissəsini tapanda vururuq 10'da 5'ə. Bərabərdir oğlanların sayını. Oğlanların da sayı 10'da 4x-dir. İndi biz bu tənliyi həll edək. 10'u mötərizəyə vurub açaq. 10'da 5x çıxılsın. 10'u 10'da 5'ə vuranda 5 edəcək. Bərabərdir 10'da 4x-a. 10'da 5x çıxılsın. 10'da 4x bərabərdir 5'ə. Buradan da 10'da x bərabərdir 5'ə. 5'in məxrəcinə 1 qoyub çarpaz vururam. X bərabər olur 50'yə. Bizə deyir ki, əvvəl yarışda neçə şagird var idi? Şagird sayını biz x ilə qeyd etmişdik. X-i tapdıq 50. Deməli, A variantının cavabı 50'dir. Yarışda neçə oğlan iştirak etdi? Oğlanların sayı 4 vurulsun 50 bölünsün 100 olacaq 20. 43. Tir atışı yarışında oyuncu hədəfi vursa 3 xal qazanır. Hədəfi vurmadıqda hesabından 1 xal silinir. 10 atışdan sonra 14 bal toplayan Elxan bu atışların neçəsində hədəfi vurub? Deməli, 10 atış varsa burada atışların sayı 10'dur və 14 bal toplayıbdır. Atış 10'dur ümumilikdə. Bu 10 atışdan deməli yaza bilərik ki, hədəfi vurduğuna x desək, deməli vurmadığı ümumi 10'da axı artıq x-ini vurubsa 10 çıxılsın, x-ini də vurmadığıdır.
Demək, vuranda 3 xal qazanır. 3'ü vuracağım. Vurduğu xalların sayına x-a üstəgəl. Daha doğrusu çıxılsın. Axı silinir deyir. Çıxılsın. Bir xal silinir. Vurmadığı da 10 çıxılsın x-dir. 10 çıxılsın x-i da vuracağıq 1'ə. Bərabərdir 14 xal. 3x. Deməli, 1'i mörtəzəyə vuranda onsuz da 1 edəcək. Mörtəzə qarşısında mənfi olduğu üçün 10 olacaq mənfi, x olacaq müsbət. Buradan da x-i tapırıq. 24 bölünsün 4, 6. Demək, deyir neçəsində hədəfi vurub. Hədəfi vurduğu x idi. Biz də tapdıq 6. Doğru cavab 6. Məsələ 44. Aynur metal pulu 8 dəfə atdı və düşən üzləri cədvəldə qeyd etdi. Cədvələ əsasən xəritə olan üzün düşməsi hadisəsinin tezliyini tapın. Deməli, ümumi 8 dəfə atıb məxrəcə 8 yazıram. Xəritə düşüb burada, burada və burada. Deməli, cavabımız olacaq 8-də 3. Məsələ 45-ə baxırıq. Cədvəldə Elxanın 10 gün ərzində bufetdən aldığı şirniyyat və şirniyyat almaq üçün növbədə gözlədiyi vaxt verilib. Verilən məlumatlara əsasən Elxanın günlər üzrə aldığı şirniyyatların modasını, gözləmə müddətlərini göstərən ədədlərin ədədi ortasını, modasını, medianını tapın və mənalarını izah edin. Gəlin birinci Elxanın günlər üzrə aldığı şirniyyatların modasını. Demək, buradan yazıram. Şirniyyatların modası. Ən çox hansı şirniyyatdan alıbsa moda o olacaq. Çünki moda ən çox təkrarlanandır. Deməli, baxıram ki 1, 2, kökə 2 dəfə alıb. Bulka 1, 2, 3, 4, 5. Qoğal 1, 2, 3. Deməli, ən çox təkrarlanan bulkadır. Bizim cavabımız olacaq bulka. İndi gözlədiyi müddətlərin gözləmə müddətlərinin birinci ədədi ortası tapırıq. Ədədi ortası. Gözləmə müddətlərini toplayırıq. 2, üstəgəl 4, üstəgəl 5, üstəgəl 1, 4, 2, 3, 4, 4 və 1. 6. Demək, toplayıram 6. Üstünə 5 gəlirəm 11, 12, 16, 18, 21, 25, bu da 30. Cəmi 30 elədi. Burada 10 gün var. Böləcəm 10'a. 30 bölünsün 10. Doğru cavab 3. Ədədi ortasını tapdıq. Sonra modasını istəyib bizdən. Modası. Yəni ən çox gözlədiyi vaxt. Baxıram ki, elə 4'dür. 4 dəqiqə. Sonra median. Median üçün dəqiqələri sırayla düzəcəm. Kiçikdən böyüyə. 2 dənə 1 var. 1, 1. Sonra 1, 2. 2 dənə 2 var. Sonra 3. Bir dənədir. 1, 2, 3, 4. 4 dənə də 4 var. Bir dənə də 5. Deməli 3, 3, 4. Hər tərəfdən 4 dənə kənardan götürürük. Ortada qalır 3 və 4. 2 dənə ədəd qalarsa median üçün biz onları toplayıb bölürük 2'yə. O da edir 3,5. Daha sonra biz keçirik məsələ 46. Aralarındakı məsafə 500 kilometr olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya iki avtomobil hərəkətə başladı. Siz bilməlisiniz ki, qarşı-qarşıya gələndə sürətlər toplanır. Avtomobillərin sürətləri 60 və 70'dir. Deməli, 60 üstəgəl 70, ümumi sürət 130'dur. T saatdan sonra onlar arasındakı məsafə nə qədər olur? Məsafə 500 idi. Deməli, 500'dən bunların gəldiyi yol çıxacaq. Yolda tapanda biz nə deyirik? Sürəti zamana vururuq. Baxın, sürət 130 km/saatdır. Zamanda T'dir.
onda 130'u vuracağım t'yə. Demək, bizim uyğun ifadəmiz 500 çıxılsın 130 t'dir. 500 çıxılsın 130 t. İndi bizə deyir t bərabərdir 2 olanda. T bərabərdir 2 olarsa 500-dən çıxacaqsınız. 130 vurulsun 2-ni. Yəni 500 çıxılsın 260. O da bizə verəcək 240. T bərabərdir 3 olarsa 500-dən çıxacaq 130 vurulsun 3-ü. Yəni 500 çıxılsın 390. O da edəcək 110. Məsələ 47. İfadəyə uyğun bərabərsizliyi yazın və verilən ədədlərdən hansıların bərabərsizliyi həlli olduğunu müəyyən edin. A bəndində bizə verilib x ilə 4-ün cəminin, deməli yazıram x üstəgəl 4. 2 misli deyəndə vururuq. 12-dən böyükdür. Böyükdür 12. Əvvəlcə hər tərəfi 2-yə böləcəm. Onda olacaq burada x üstəgəl 4. Çünki 2-lər ixtisar gedir. Burada da 6. Böyükdür 6. 4'ü keçiririk əks işarə ilə 6'nın yanına. X böyükdür 2 alınır. Və x böyükdür 2. Burada ödəyən 3 oldu. A bəndinin cavabı 3. B bəndinə baxırıq. 10 ədədi ilə z-in fərqinin 10 çıxılsın z. Z-in fərqi -4-dən kiçikdir. Kiçikdir -4. Mənfi z-i burada saxlayıram. Onu keçirirəm -4'ün yanına əks işarə ilə. Hər tərəfi mənfiyə böləndə işarə dəyişir. Z 14'dən böyükdür. Demək z ola bilər 40 və 28. Cavabınız olacaq 40 və 28. 48. Üçbucağın xarici bucaqlarının dərəcə ölçüsünü tapın. Əvvəlcə x-i tapaq. Üçbucağın daxili bucaqlarının cəmi bərabərdir 180 dərəcəyə. X toplayırıq. 3x çıxılsın 30 bərabərdir 180. 3x bərabərdir 210'a. X da bərabərdir 70'ə. İndi xarici bucaqları tapaq. Baxın, mən o şəkli burada çəkirəm. X buradaydı. Buraya yazıram 70. Sonra orada sizə verilib x üstəgəl 10. Yəni 70 üstəgəl 10. Bizim cavabımız olacaq 80. Sonra verilib x çıxılsın 40. Yəni 70 çıxılsın 40 bərabərdir 30. İndi xarici bucaqları tapacağıq. Xarici bucaq hər təpədəki bucağın xarici bucağı, yəni onun qonşusudur. Yəni 180'dən çıxırsınız 70'i, alırsınız 110, bura olur 110. Məsəl üçün burada 30 dərəcə bucağın xarici qonşusu 180'dən çıxırsınız 30'u, edir 150. Burada da 180'dən çıxırsınız 80'i, edir 100. Bizim cavablarımız oldu 100, 150, bir de 110. Məsələ 49. A və B paralel düz xəttləri, gəlin A və B paralel düz xəttlərini çəkək. Bu A, bu da B. C düz xətti ilə kəsişir. C düz xətti ilə kəsişdirdim. Alınan bucaqlardan ikisinin cəmi 200'dür. Uşaqlar, alınan bucaqlar ya bir-birinə bərabər olur, ya da cəmi 180 olur. Bunların cəmi 180'dən fərqli olduğu üçün demək ki, bu bucaqlar bir-birinə bərabərdir. Alfa bərabərdir beta. Onda alfa ilə betanın cəmi 200 verilibsə, alfa ilə betaya bərabərdir. Buradan da betanın yerinə alfa qoydum. Buradan alfanı tapıram 100. Alfası 100'dürsə betası da 100'dür. Alfa ilə beta hər ikisi 100 dərəcədir. A və C düz xəttlər arasındakı iti bucağı tapın. Əgər A və C düz xəttlər arasındakı kör bucağınız 100'dürsə, iti bucağınız 100 dərəcənin qonşusu olacaq. Yəni 180'dən çıxırsınız 100'ü, qonşu bucağı tapırsınız 80 dərəcə. Deməli, doğru cavabınız olacaq 80 dərəcə. Suallar bu qədər uşaqlar. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videolarımızda görüşənədək.